بسم الله الرحمن الرحيم. اللهم إني أسألك فيه ما يرضيك، وأعوذ بك مما يؤذيك، وأسألك التوفيق فيه لأن أطيعك ولا أعصيك يا جواد السائلين، برحمتك يا أرحم الراحمين. Mübarək Ramazan ayının 24-cü gününün duası. İlahi, bugün səndən səni razı salan əməlləri istəyirəm və səni qəzəbləndirən əməllərdən sənə pənah aparıram. Səndən istəyirəm ki, bugün məni sənə itayət etməyə və günahdan çəkinməyə müvəffəq edəsən. Ey hacəti olanlara qarşı səxavətli Allah!